Salam əziz gənclər və gənclər təşkilatlarının nümayəndələri. Bu videoda sizə təşkilatınız üçün vəsait toplamağın yolları haqqında danışacağam. İlk növbədə alternativ maliyyə toplama metodlarına fokuslanacağam və sizə bu istiqamətdə uğur qazanmağınıza kömək edəcək məsləhətlər verəcəm. İlk növbədə unutmayın ki, qrant ala bilməmək adi bir haldır və bu fəaliyyətinizin dayandırılması anlamına gəlməməlidir. Vaxt itirmədən kiçik bir araşdırma apararaq fəaliyyətinizi dəstəkləyəcək yeni yollar axtarmağa başlamalısınız. Tədbir keçirmək istəyirsinizsə, bunun üçün lazım olan xərcləri müəyyənləşdirin. Bu xərclər nəqliyyat, kofe fasiləsi və ya media xidmətləri kimi müxtəlif kateqoriyalara bölünə bilər. Vəsait toplamaq üçün bir neçə metod mövcuddur. Ən sadə yolu ödənişli tədbir keçirməkdir. Bu yolla iştirakçılardan toplanan pullar sizin təşkilatınızın illik xərclərini qarşılamasında da yardım ola bilər. Başqa bir metod üzvlük formaların yaradılmasıdır. Təşkilatınızın tədbirinizdə iştirak etmək istəyən şəxslər aylıq və ya illik üzvlük ödəniş edərək sizin üçün davamlı maliyyə axımı təmin edə bilərlər. Mənim təcrübəmdə ən effektiv olan metod isə sponsorluq əldə etməkdir. Bu metod vasitəsilə bizneslərdən vəsait və ya xidmətlər üçün sponsorluq ala bilərsiniz. Amma bunun üçün ilk növbədə düşünməlisiniz ki, sponsor nə üçün sizin tədbirinizin bir hissəsi olmalıdır? Burada əsas məsələ sponsorun maraqlarına uyğun bir təklif hazırlamaqdır. Sponsorluq təklifini hazırlayarkən dizayn elementlərinə xüsusi diqqət yetirmək lazımdır. Təklifdə şirkətə konkret nə təklif etdiyinizi izah edin. Məsələn, şirkətin marka tanınması üçün sizin tədbirinizdə iştirakın onlara necə faydalı ola biləcəyini açıqlayın. Kiçik və orta bizneslər üçün müştəri potensialı, böyük şirkətlər üçün isə ictimai imij önəmlidir. Böyük şirkətlərə korporativ sosial məsuliyyət təklifləri ilə də müraciət edə bilərsiniz. Sponsorluq üçün araşdırma aparmaq çox önəmlidir. Bu araşdırma iki istiqamətdə aparılmalıdır. Potensial sponsorların maraqları və dəyərlərini öyrənmək və onların ehtiyaclarını başa düşmək. Bununla yanaşı, dəqiq məqsədləri təyin etməli və toplamaq istədiyiniz vəsaitin məqsədini və məbləğini müəyyən etməlisiniz. Sponsora konkret olaraq hansı dəstəyi istədiyinizi göstərməlisiniz. Sponsorlarla əlaqə yaratmaq üçün fərqli yollar mövcuddur. Bura telefon zəngləri, e-mail yazışmaları və LinkedIn vasitəsilə əlaqə qurmaq daxildir. Ətrafınızdakı əlaqələrdən düzgün istifadə edərək formal və qeyri-formal yollarla sponsorlarla əlaqə qura bilərsiniz. Bu prosesi daha uğurlu etmək üçün əlinizdə hər zaman hazır bir elevator pitch olmalıdır. Bu, ideyanızı və təklifinizi bir dəqiqə ərzində çox qısa və konkret şəkildə ifadə etmək bacarığıdır. İndi gəlin bir misalı nəzərdən keçirdək. Təsəvvür edin ki, siz idman fəaliyyəti ilə bağlı bir tədbir keçirirsiniz. Təbii ki, bu tədbiri keçirmək üçün sizə müəyyən vəsaitlər lazımdır. Siz bunu fərqli satış strategiyalarından istifadə edərək əldə edə bilərsiniz. Ya siz sponsorlara birbaşa sponsorluq paketi təklif edə bilərsiniz ki, onun əvəzində siz onların brendini necəsə hansısa formada işıqlandırırsınız öz tədbirinizdə və yaxud siz onlardan birbaşa məhsul dəstəyi istəyə bilərsiniz. Məsələn, söhbət idman tədbirlərindən gedirsə, siz hər hansısa bir idman mağazasına çıxış edib, onlardan müəyyən məhsulları xahiş edə bilərsiniz. Əgər siz daha böyük şirkətlərə çıxış etmək istəyirsinizsə, tövsiyə edərdim ki, korporativ sosial məsuliyyət təkliflərində istifadə edəsiniz. Məsələn, idman tədbirində iştirak edən bütün idmançılar tədbirdən sonra yığışır, müəyyən bir ərazidə ağac əkmə kampaniyasını keçirdir, sizin foto və media komandanız müəyyən bir çarx hazırlayır və həmən şirkətlə birlikdə siz o postu və yaxud videonu sosial şəbəkələrinizdə paylaşırsınız. Uğurlu sponsorluq əldə etmək üçün sahibkar kimi düşünməlisiniz. Beləliklə, fundraising və ya vəsaitlərin toplanılması bir bacarıqdır və hər kəs bunu öyrənə bilər. Heç nədən çəkinməyin, özünüzə və layihənizə inanın və bu yolda sizə bol-bol uğurlar arzu edirəm.